Salam, SAT Talks-un bu buraxılışında biz imtahanın verbal hissəsindən ciddi bal artım edən şagirdlərimizlə birlikdəyik. İlk öncə onları tanıyaq. Salam, mən Azər. Ümumilikdə 2 imtahana girmişəm. Noyabr bədəqavır. Birinci imtahanın verbal hissəsindən 590, ikincisində isə 620 bal toplamışam. Salam, mən Fidan Səmədova. Ümumilikdə 3 imtahanda iştirak etmişəm. İlk imtahandan verbaldan 500 bal yığmışam, ikinci imtahandan 610, son mart imtahanından isə 680 bal yığmışam. Practice sayı çox olanda bal artımı avtomatik olurmu? Səncə bu mif doğrudurmu? Deməli, ilk növbədə bu mif doğru deyil. Çünki SAT-də ən əsas şey odur ki, öz səhvlərini analiz edəsən. Yəni test sayına yox, test keyfiyyətinə baxmaq lazımdır. Nə qədər səhvin çıxırsa, onu müəlliməyə və yaxud da səndən daha yaxşı bilən uşaqlara verməlisən ki, bal artımı daha çox olsun. Və deməyim odur ki, analiz etməyi heç vaxt buraxmayın. Test sayına yox, daha çox səhv sayına odaqlanın. Fidan, SAT verbalda səni 500-də saxlayan 3 yanlış nələr idi? İlkin və ən vacib yanlışlardan biri odur ki, SAT verbal mətnlərində sual oxuyandan sonra birinci tekstdə yox, cavablara nəzər yetirirdim və bu çox yanlış yanaşma idi. Çünki mən teksti suala uyğunlaşdırmırdım, sualları tekstə uyğunlaşdırırdım və bu çox səhv yanaşma idi. İkinci yanlışım o idi ki, çətin və anlaya bilmədiyim suallara çox vaxt sərf edirdim və bu mənim zaman idarə etməyimə çox pis təsir edirdi. Çünki yaza bildiyim asan suallara vaxt sərf edə bilmirdim deyə nəticədə mənim balım çox aşağı gəlirdi. Yəni 500 civarı gəlirdi elə. Üçüncü yanlışım o idi ki, yalnız və yalnız self-study eləyəndə zəif olduğum bölmələrə fokuslanırdım. Bu nəticədə mənim yaxşı bildiyim bölmələrə pis təsir edirdi. Çünki bunlarda self-study eləməsəm, bunların nə qədər yaxşı olsam da bu balı aşağı düşür. Buna görə də hər bölməndə eyni qədər self-study eləmək lazımdır. Azər, balın aşağı olanda demotivasiya oldunmu? Bu nə qədər davam etdi və bunu necə həll etdin? İlk növbədə SAT elə bir hazırlıq prosesidir ki, burada motivasiya ilə yox, disiplinlə irəliməlisən. Mən ilk başda planlamışdım ki, cəmi 2 dənə imtahana girəcəm və bu da gəldi noyabr və dekabr aylarına təsadüf etdi. İlk başda noyabr imtahanından istədiyim nəticəni yığmadığıma görə bir balaca demotivasiyaya uğradım. Amma sonra gördüm ki, ətrafımda olan hər bir kəs məndən qat-qat yüksək bir ballar yığıb və mən dedim ki, mənim onlardan nəyim əksik idi. Öz-özümə sual verdim və ondan sonra başladım disiplinlə irəliləməyə. Noyabr imtahanının 2 həftə sonra cavablar çıxdı və mənim yalnız 17 gün vaxtım qalırdı ki, imtahana hazırlaşım və çoxlu suallar işləyirdim. Ən əsası da bütün suallarımı Məlkəm müəlliməyə və yaxud da məndən daha yaxşı olan tələbələrə verirdim ki, səhvlərimi anlayım, gələcəkdə olan imtahanlarda beləncə bir suallar düşəndə səhv olmasın və nəticədə dekabr imtahanından 1400 bal yığaraq ümumilikdə 120 bal artım etdim. Əla. Fidan, əvvəl mətni necə oxuyurdun, indi necə oxuyursan? Əvvəl mən mətnə səthi və tərcümə əsasında yanaşırdım. Yəni yalnız və yalnız sözlərin tərcüməsini bilməyə çalışırdım və düşünürdüm ki, bu vacibdir. Amma əksinə bu heç də vacib deyilmiş. Çünki biz daha çox mətnin müəllifinin nə demək istədiyini, mətnin strukturunu anlamaq, çalışmaq daha vacibdir və mən bu metoddan istifadə edərək ciddi bir bal artımı etdim.